nəfəri edam masasına çıxarırlar. Bunlardan biri din adamı, biri hakim, digəri isə fizikçi olur. Gillotina ilə boyunlarını vuracaqlar. İlk öncə din adamını çıxarırlar. Deyirlər ölmədən qabaq son sözü dinlə. Deyir mən Allaha inanıram. Allah məni qoruyacaq. Kral deyir yatırın bunu. Yatırırlar, vurun boynunu. İpi buraxırlar, ip boynuna çatacaqda dayanır. Millət hamı belə şokda. Kral deyir Allah bunu qorudu. Çıxarın onu oradan. Növbəti hakimi gətirirlər. Deyirlər son sözü dinlə. Deyir mən haqq ədalətin yerin tapacağına inanıram. Kral deyir yatırın bunu. Yatırırlar, vurun boynunu. Buraxırlar ipi, ip boynuna çatacaqda dayanır. Hamı beləncə şokda təəccüblənir. Haqq ədalət yerini tapdı deyə. Kral deyir çıxarın bunu. Gətirin fizikçini. Fizikçini gətirirlər. Deyirlər son söz vidlə. Deyir nə mən din adamın dediyinə inanıram, nə də hakimin dediyinə inanıram. Mənim gözümün gördüyü bir şey var ki, sizin kəndirin orasında bir düyüm var. O ipi tamamilə enməsinə mane olur. Həqiqətən də baxırlar ki, orada bir düyüm var. Açırlar o düyünü, yatırırlar fizikçini. Kral deyir bıraxın kəndiri. Bıraxırlar fizikçinin boynu qopur. Kim ki tarixi boyunca sözün düzünü deyib, bədəlini ağır ödəyib.